çörəkli pul qazandıran bir kitab tapmışam. İstəyirəm bu kitabı sizinlə bölüşüm. Təəssüf olsun ki, bir çoxumuz uşaqlıq illərində pul əlçirkidir, az aşım, ağrımaz başım, çox pulun çox dərdi olar ifadələri ilə böyümüşük. Amma böyüyəndə görürük ki, heç də deyil, əslində maddi azadlıq, iqtisadi azadlıq çox önəmlidir. Bu baxımdan həm özümüz, həm də daha çox övladlarımıza maliyyə savadlığını düzgün ötürmək üçün, onlara pulun nə olduğunu, necə işlədiyini başa salmaq üçün çox əla bir kitab var. Kitab Money adlı bir it, uşaqlar üçün pul əlifbası adlanır. Bodo Schäfer adlı bir müəllif tərəfindən yazılıb. Uşaqların belə anlayacağı dildə yazılan bir kitabdır. Nəyə görə uşaqların belə deyirəm? Çünki düşünürəm ki, bunu nəinki uşaqlar əslində əvvəl valideynlər, böyüklər oxumalıdırlar, özləri anlamalı, dərk etməli. Sonra övladlarına bunu ötürə bilməlidir. Amma təbii ki, bu kitab uşaqlar üçün nəzərdə tutulub. İçində maraqlı əsərə uyğun belə rəsmlər də var. Kitabın qəhrəmanı Kira adlı bir qızdır və o günlərin bir günü bir it tapır və itə Money adını qoyur. Daha sonra bu itə çox alışır və günlərin bir günü o itin əsl sahibi peyda olur. O çox üzülür ki, onu qaytarmalıyam ona. Amma işə gətirir ki, həmin itin sahibi çox alicənab, zəngin və maliyyə sahəsində məşğul olan bir insan olur. Və Kira ilə onun dostluğu yaranır. Və Kira zamanla itlərə baxaraq, qonşuların itlərinə baxaraq pul qazanmağa başlayır. Və o günlərin bir günü hətta itin Money'nin danışdığını da görür, amma bunu aralarına bir sir kimi saxlayırlar və itdən o yavaş-yavaş qərar vermə, hədəf qoyma, arzularla bağlı maraqlı ideyalar öyrənir. Daha sonra o hətta bu kitabdan görəcəksiniz ki, kiçik bir qız, az yaşlı məktəbli bir qız səhmlər barədə, investisiya barədə də öyrənir və mən düşünürəm ki, bu kitabı oxumaqla siz də övladlarınıza pul, bank, səhm, investisiya, pulun necə dəyər qazanması kimi anlayışları öyrədə biləcəksiniz və kreditin zərərli tərəfləri, kredit götürənlərə diqqət olunmalıdır. Hətta çox maraqlıdır ki, bu Kira'nın ailəsi bir çox müasir dövrümüzdəki ailələrə bənzəyir. Valideynlərin böyük kredit borcları var, ipoteka borcları var, evləri hələ də özlərinə aid deyil və onlar borcların içində əziyyət çəkirlər və Kira öz maliyyə savadlılığı vasitəsilə valideynlərinə də dəstək olur, onları bu çətin durumdan çıxarır. Çox maraqlı, axıcı, əyləncəli, gözəl dili olan bir kitabdır və düşünürəm ki, bu kitabı oxumaqla həm özünüz, həm də övladlarınız maliyyə savadlılığı qazanacaq və pulu necə işlədiyini, pulu necə daha ağıllı, daha qənaətli və daha doğru işlətməyi öyrənəcəksiniz. Bu baxımdan Money adlı bir it, uşaqlar üçün pul əlifbası kitabını, Bodo Schäferin müəllif olduğu kitabı oxumağı tövsiyə edirəm. Kitabın qiyməti 10 manatdır. Qanun Nəşriyyat tərəfindən çap olunub. Kitabın digər maraqlı xüsusiyyətlərindən birisi odur ki, kitabın sonunda maliyyə ilə bağlı maraqlı terminlər yer alır. Aksiya, sərmayə, birja, ipoteka, fond, inflyasiya, faiz, faizin hesablanması, bank faizi, mürəkkəb faizlər. Bu terminlər də burada təhlil olunur. Pulla necə davranmaq lazımdır, necə daha çox pul qazanmaq olar, borcları necə tez azaltmaq mümkündür, necə tez varlanmaq olar suallarına bu kitab vasitəsindən cavab tapacaqsınız. Odur ki, bu kitabı vaxt itirmədən alın, həm özünüz oxuyun, həm də övladlarınızı oxudun. Təxminən düşünürəm ki, 10 və 10 yaşdan yuxarı uşaqlar bu kitabı asanlıqla anlaya biləcəklər.